Hər şey hardan başladı? Qədirxum məsələsindən. Çox təəssüf. Əgər Qədirxumda ümmət Allah vəlisinin yanında qalsaydı, belə olmaz, gedişat hansı istiqamətlərə getdi. Əllamə Əminiyyə deyirlər ki, bu qədər niyə Aşuranı belə yas tutursunuz hər il? 10 günlük, 10 günlük, 10 günlük. Bu qədər yas olar. Əllamə Əmini deyir ki, biz Qədirxumda Qədirxumun haqqını vermədik, təhrif eləməyə çalışdılar. Dedilər oradakı Peyğəmbər dedi, mən kuntu mövla fəhazə əliyyum mövla, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Bunun mənası budur ki, Peyğəmbər deyirdi, mən kimin dostuyam, elə Əli də onun dostudur. Təhrif elədilər. Axı orada onu demir. Deyir, mən kimin vəlisiyəm, Əli də onun vəlisidir. Əgər biz Hüseynə yas saxlamasaydı, bu 10 günlüklər olmasaydı, elə bu onu təhrif edəcəklər get-gedə. Deyəcəklər, şəhid olmayıb, belə xəstələnib dünyasında iş. Xəstələnib dünyasında iş. Duada, bu ərbəyin səslə dur gəl piyada, yaxsın alovlar günəşdən süzülsün, dönsün vücudum külə Kərbəlada. Amma biz bu qədər yas saxladıq, insanlar araşdırmağa başladılar. Gördülər bir faciə baş verir, faciəni araşdırdılar. Gördülər İmam Hüseynin şəxsi zərrə qədər ambisiyası yoxdur. Şəxsi ambisiyası olan 6 aylıq balansını gətirməz. Mevlahu sen canım, Mevlahu sen canım.